Salam dostlar, bugünkü dərsimizdə biz danışacağıq problem bloklarından və funksional bloklarından və üçüncü dərsimizdə artıq praktiki işlər başlayacaq. Deməli, funksional bloklar, yəni problem blokları bizdə keçən dərsdə qeyd etdiyim kimi, deməli, safety'lər var və bu safety blokların içində biz bu bir məsəl üçün MUX-Bool 4 blokuna baxaq və MUX-Bool 8'e kimi var. Bir de ki MUX Real var. Orada 8'e kimi 4 bir de 8 var. Tamam, ben onu qeyd edeyim belə. Sonra Fred'də çalışacağım sizə izah edeyim. MUX Bool 4 və 8. Ben bu MUX bloku nədir dostlar? Ben MUX 4 və 8 olmaq şartı. Təsəvvür edin ki, belə bir blokdur və onun 4 girişi var. Bir, 2, 3, 24. Bir girişin de adı cell, yani selector oldu. Cell. Və təsəvvür edin ki, biz deməli 4 ədəd komanda yaradırıq. Komanda deyəndə ki, rejim yaradırıq. Biri manualdır. İkincisi avtomatdır. Dördüncü test olsun. Və dördüncü sistem bir üçüncüydü və dördüncü olsun bizdə emergency. Yəni qəza. Və siz operator olaraq hansı inputu verdiniz? Input 1 burada oldu, 1 bizdə. 1 oldu. Və bu çıxışın işlənməsi üçün sizdə cell'da da 1 olmalı. Nə üçün belə olmalıdır? Çünki in 1 ilə cell arasında bizdə AND əməliyyatı gedir. O əməliyyat ümumiyyətlə məntiqi olaraq necə yazılır? Yəni sizə yazdım. Yazılışı belə gedir. Bizdə out, yəni bu blokun çıxışı nəyə bərabər olur? In 1 and cell bərabərdir 0 və ya or və or in 2 and cell bərabərdir 1'ə. Və buna qurtarma, ondan sonra gəlir or in 3 və in 4. Və bu əməliyyatın nəticəsində bizdə out siqnalı çıxır. Bu multiplexer var. Dostlar, bir yaxud dediyim MUX Real'da eynidir işləyir. Sadəcə orada real ədədlərlə müqayisə olunur. Aktiv siqnal varsa, hansısa bir girişdə onunla müqayisə olunursa və o out'u aktiv siqnalı çıxardır out. Məsəl üçün 4 ədəd təzyiq hissəsində 5,2 bar, məsələn 5,1 bar, 4,5 və 7,1 bar. Əgər cell 2 seçilirsə, cell 2 hissəsində deməli 0, 1 və 2 bu seçiləcək və 4,1 gələcək çıxışda. Deməli, bu danışdığım dostlar, bizdə aiddir safety function. Bunların içində də var cell real var,
Yani bu artık iki çıkıştan, iki inputtan birini seçir. 16. Sonra var bizde converter var. Input, mesela input, output, boolean, boolean e, hansısa bir data, disket çıxış. Yani statusu disket girişdən çıxardı. Belə yazılır o. S açıklaması da gelir. Input, output. Bu to data. To data status. Bunlar converterlar. Bir cür var deməli bizdə real to data və bool to data. Mən safety functionlardan başqa bizdə var safety function bloklar. Məsəl üçün var safety function block repeat timer. Repeat timer harda istifadə olunur? Yəni çıxışda hər hansı bir impuls vermək istəyirsiniz və müəyyən olunmuş vaxt ərəfəsində, məsəl üçün 10 dəqiqə ərzində hər 2 saniyədən bir impuls vermək istəyirsiniz, bu bloku istifadə edirsiniz. Və məsəl üçün maraqlısı da var, maraqlı bloklardan biri olsun unlg void void siqnaldır dostlar. Üzrəstən functional blokudur. Yəni sizdə 2 ədəd real siqnal gəlirsə, biri məsəl üçün pisdir. Pisdir nə qədər hesab olunur, orada filtrasiya gedir, siqnal filtrasiyası. Pissə birincisi seçilir. Əgər ikisi də yaxşıdırsa, birincisi prioriteti yüksək olduğundan birincisi seçilir. Eyni cür bizdə var bool voider. Bu artıq 3 siqnallıdır. 3 siqnal gəlir sizdə və burada artıq onlardan biri seçilir. Voider. Ayrıca olaraq siz yenə bu functionlardan və function bloklardan, safety functionlardan qabanın özündən də baxa bilərsiniz. Biz sizə göstərdiyimiz bloklar, yaxud da ayrıca oxuya bilərsiniz. Tam belə dərin getmək istəmirəm bunun özü, çox uzanır. Və safety function bloklardan başqa bizdə var safety system function bloklar. Hansı ki, bir ara danışdığımsa bundan qabaqki dərslər, məsəl üçün SCS-in statusunu çıxardır. Və ondan əlavə var bizdə safety function block for inter-CSS communication, SCS communication. Bu da dataları göndərmək üçün. Məsəl üçün, sizdə funksional blok var, hansı ki, hansısa məlumatı qəbul edir və siz məsəl üçün, orada hansı funksiyalar var? Var funksiya prod B funksiyası var və bu nə edir? Bu bool tipli dataları göndərir həmən bloka, hansı ki, artıq sizdə başqa bir kontrolörlər. Yəni, bir kontrolörün o birisi kontrolör məlumat ötürmək üçündür. Bu dediyim kimi inter-SCS communication bloklardır. Və bizdə dostlar var funksional bloklar, hansı ki, bizə Sentry-dən inteqrasiya üçün lazımdır. Onlardan biri məsəl üçün override B-dir. Override B. Yəni, bu blok bizim operatora icazə verir ki, biz hansısa bir dəyəri dəyişək və onu true eləyək. Məsəl üçün, bizdə var, belə yazım da. Məsəl üçün, bizim pumpın startı üçün bizə nə lazımdır? Lazımdır ki, təzyiqdə
and ve burada and logikası var, and məntiqi var və yəni məsəl üçün suyun da səviyyəsi, leveli eyni olsun və siz sadəcə indi pumpı test eləmək üçün sizdə suyun səviyyəsi kifayət qədər deyil və operator burada sadəcə götürür bu blok vasitəsilə leveli bubbledakı true edir. Bu açıqlamada nədir bizdə? Bu açıqlamada ya belə gedir. Bir yaxud da biraz yüksək proqramlaşdırma dillərində true and true olmalıdır ki, bu sizdə çıxışda bildirsin. Yəni pump normal startda gedir. Normal yox, yəni qeyri-normal vəziyyətdə test eləmək üçün. Və dostlar, ikinci tip bloklardır ki, bizdə bloka deyəndə adı olan gedir deməli PO. Program Organization Unit. Bu olan ümumi adıdır. Function və function blokları. Və bunlardan ikinci qrup bizdə gedir interference free. Bu bloklar hansı ki bizdə təhlükəsiz olan konturlarda istifadə olunmur. Yəni təhlükəli konturlarda istifadə olunur, belə tərsinə desək. Və onlardan da məsəl üçün birim bir demişdim sizə, system blokudur, funksiya daha doğrusu. Üzrdən dostlar, sistem bizdə funksiyadan function blok. Sistemdə hansı ki, məsələn, kontrollerin vaxtını çıxardır. Və bir blok vardı, biz ondan artıq tanış olmuşuq. Bir centering'də da var. Unblockdur. Siyahdır. Bu blok hansı ki, user'dan gələn mesajları stansiyalara çıxardır. Və üçüncü tip, həmən bu interference free bloklara daxildir. Bu subsystem communication function bloklardır. Bu da bu blokda stansiyalar arasında yaxud da sizdə applicationlar arasında məlumatların ötürülməsi üçün istifadə olunur. Bu da mesela subsystem communication input, bu blok gedir SCI, yani bu type'lıdır. Əgər göndərdiyi 0 yaxud da 1'dir. Hər hansı bir statusu almaq istəyirsə, hansısa remote blokdan ya remote cihazdan bu blokdan istifadə edə bilərsiniz. Və axırıncı blok isə bizdə external communication function blokdur. Bu da istifadə olunur. Məsəl üçün Centering VPN Modbus üzərindən Modbus Master yaxud da Modbus Slave üzərindən Modbus Slave yaxud da Modbus Master məlumatın ötürülməsi üçün istifadə olunur. Və buradakı bloklardan biri də məsəl üçün ESWB. Bu blokdur. Bu blokda bull type data external communication. Bull type external communication. Data external communication. Dostlar, demək bloklardan bu qədər. Özünüz ətraflı daha da oxuya bilərsiniz. Dediyim kimi saytımızdan oxuyun, yaxud da girin təqdim etdiyimiz Yokogawa virtual maşından oxuya bilərsiniz, yaxud da internetdə məlumatlar kifayət qədər çoxdur, oradan oxuya bilərsiniz. Növbəti dərsdə dediyim kimi artıq biz başlayacaq praktiki dərsə. Yenə çox sağ olun, təşəkkür edirəm dostlar sizə.